Hər birinizə salam, kanalıma və videoma xoş gəlmisiniz. Bugün universitetin ilk günüdür və sizlər üçün bir video çəkmək istəyirəm. Bu kurs mən artıq ikinci növbəyəm, yəni birinci növbə deyiləm. Səhər məhkəmədə olacam, günorta isə universitetə gələcəm. İndi də məhkəməyə gedirəm. Saat 9-dan 1-ə kimidir, amma mən bugün saat 12-də çıxacam ki, universitetə ilk gündən gecikməyim. Həm də ilk gündür deyəm, biraz tez getmək istəyirəm. O xaosu görmək istəyirəm biraz. Hazırda məhkəmədəyəm. Gözləyirəm zalın qapısını açsınlar, içəri girim. Bugün universitetin ilk günüdür. Mən də sıfır anksiyetə ilə video çəkirəm. Salam dostlar. Biz bugün ikinci kursun ilk günündəyik. Heyecanlıyıq, yox heyecanlı deyilik. Müəllimimiz bizdən 4 yaş böyükdür, yoxsa 5 yaş böyükdür. 23 yaşı var, biraz rezafı, işin sağ ol. Şiir sevirsiniz siz slaydan təşkil etmək edəcəksiniz. Bakıda belə şey yox. Deməli dostlar, bizim dərsimiz qutardı. Bir dərsimiz oldu, ikinci dərsimiz yox idi. Müəllim gəlməmişdi. Üçüncü dərsdə də ki, birinci dərsi olan müəllimin dərsi idi. Yəni dedi ki, yəni üçüncü dərs gedərsə də. İkinci dərsdə olmadığına görə büfetə gedirik. Sırf videom uzun olsun deyə bu arada gedirəm. Yoxsa mən gedən deyiləm büfetə, yəni. Həm də biraz dostlarımla. Burada kimisə ah günüymüş. Universitetin ilk günü normal idi. Müəllimi bəyəndim. Normalda yaxşıdır, pis deyil. İndi də bufetə gedirik, çünki acıq. Belə. Tamam, park deyəndə buna nəzər tutulmuş. Vlog çəkirsən? Yes. Hər kəsə salam dostlar. Salam. Deməli, cəmaət dedim gedib parkı çəkərsən, təzə parkımız var da, durub buralarda Belə bir ortamda dərs keçirik. dərs gedirik, şübhə. Tamam, biz burada ders geçmiriyoruz. Bu da uşaq, nədir ona, forumla könüllüsü olub deyə hər yerə bu çantanı taxaraq gedəcək. Akreditasiyaсын hər yeri burada. Vallahi da yəni. Hər daşına qurban olduğum Bakıda.
deməli, mən burada təxminən 1 aydır fəaliyyət göstərirəm və ilk dəfə olaraq mən protokol yazdım bu gün. Təbii ki, cavabdeh tərəf olur. Onların danışıqları, nə bilim, hakimin onların qarşılıqlı sual-cavab və sair danışıqları və onları yazdım və o qədər maraqlı bir iş idi ki, yəni yazdıqca belə deyirəm ki, tez yazı biraz da şeydir, yəni cümlələri biraz qəribə qurur da, cümləni cümlə kimi qurmur. Sözünün yarısını gətirir, cümləni tamamlamır. Mən də onu tamamlayana kimi belə ürəyimdə partlayır, görəsən bunun axırında nə oldu? İndi növbəti icrası yazıram, amma çox maraqlıdır həqiqətən. İndi bu bəlkə 16 dəqiqə idi, bu 22 dəqiqədir. Məhkəmədən çıxdım, indi isə universitetə gedirəm. Bu gün birinci dərsim yoxdur, ikinci dərsim var. O da 4-ün yarısı başlayır. Bu gün beynəlxalq hüquq və cinayət hüququ dərsimiz var. Deməli dostlar, bayaq çox qəşəng bir şey yaşandı. Mən beynəlxalq hüquq, cinayət hüquq sözünü dedim, sonra telefonu bağladım, yolumla gedirəm. Bir də gördüm mənim izləyicim çıxdı qabağıma. Dedi ki, bəs sən hazırlığa getdiyi müəllimin yanından gəlirəm. Belə yəni hüquq istəyir o da. İnşallah qismət olur, 11-ci sinif idi. Agreements and treaties that are binding between countries. Dostlar, biz kəsildik. Çox qorxunc. Kəsildik. Dostlar, kesildi, cidden kesildi. Deməli, beynəlxalq hüquq dərsinin ilk 45 dəqiqəsi oldu. Mənim çox savadlıdır, amma çox sürətli danışır. Yəni, ləqçəni, yəni o qədər sərgəsiz yazmışam ki, ilk dəfə idi ki, deyirəm ki, sərgəli başlayacam və əsla olmadı. Yəni, çox qorxuram. Mən də qorxuram həmçinin. Amma çox qəşəng izah edir. Zəhər eməyə geçir, zaten international olursa ingilis dilisi İngilis dilisi bilməlidir. əladır. Necə atmır? Və saatını oxuyuram. Mən yazdıqlarımı, yəni cümlənin əvvəlini yazmışam sonunu. Ayalı, şahidi kopyası deyir. Bu semestr kəsildi. Beynəlxalq nəsə olan bir şeylərin hamısında bir çatmamazlıq olur. Dostlar, bunu bilin. Gözlüyüm də ortamı çəkeyim. Hamı müəllimin başına yığışır. Mən də gedirəm. Bir dənə durun, zəhmət olmasa. Cinayət enerji ilə gitmək istəyirik. Beynəlxalq hüquqdan sonra o enerji qalmadı. Çox qəşəng izah elədi, amma çox səhvli danışırdı. Yayda gün olanlara hədiyyə paylama mərasimi.